Salamlayıram hər kəsi, xoş gördük. Bugün sizinlə bir mövzuda danışacağıq. Bu mövzuda danışmağıma səbəb artıq bir neçə gündür ki, bu mövzularda mənə müraciətlər olur, suallar verilir və mən də bunların hamısını toparlayıb belə bir canlı yayım etmək istədim ki, bu suallara cavab tapılsın bu canlı yayımda. Çalışacağım qeyd edim. Qeyd etməsəm belə, burada məni dinləyənlər buradan çox şey öyrənəcəklər. Bugün mən sizinlə bizim ağlımıza zərər verən vərdişlər haqqında danışacağım. 12 vərdiş haqqında danışacağım və bu vərdişdən necə xilas olmaq olar, həll yolu nədir? Bir coach olaraq sizə özünüzlə danışacağınız müəyyən suallar, ifadələr deyəcəm ki, bunları da özünüzə verərək bu ağlınıza zərər verən vərdişlərdən müəyyən qədər azad ola bilərsiniz, xilas ola bilərsiniz. Gəlin başlayaq. Əslində ağlımıza zərər verən bu vərdişlər bizi yorur, bizi incidir, bizim enerjimizi alır, bizi gərginləşdirir, həyatımızda müəyyən çətinliklər yaşamağımıza səbəb olur. Ona görə də bu vərdişləri tanımaq, fərqində olmaq, ilk addım olaraq bunu etmək lazımdır. Sonra isə bunları aradan qaldırmaq üçün nə etmək olar? Bunu bilmək və tətbiq etmək lazımdır. 12 vərdişi sizin nəzərinizə çatdıracağım. Hər bir vərdişə aid nümunə deyəcəm və coach kimi bunu aradan qaldırmaq üçün sizə müəyyən tövsiyələr verəcəm. Birinci vərdişimiz. Daima eyni mənfi düşüncələrdə dönüb dolaşmaq. Bu vərdişi çoxumuz təkrar edirik. Bu mənfi düşüncələr keçmişlə bağlı ola bilər, bu anımızla bağlı ola bilər, yaşadığımız hər hansı bir durumlarla əlaqəli ola bilər və bu düşüncələri biz daim təkrar beynimizdə canlandırdıqca bu bizim enerjimizi alır, bizim ağlımıza, zehnimizə çox mənfi təsir edir. Misal üçün, filan vaxtı filan hadisə belə olmuşdu. Burada mən niyə belə davranmadım? Niyə filan kəs mənə bu sözləri dedi? Mən bunu belə etsəydim daha yaxşı olardı. Mən uğursuzam, mən heç nəyi bacarmıram. Mən hər şeydə istədiyim kimi nəticə ala bilmirəm və s. kimi o qədər belə mənfi düşüncələr var ki, biri var ki, bu düşüncəni bir dəfə deyəsən, bir də var ki, eyni düşüncəni dəfələrlə beynimizdən fırladaraq özümüzü incidirik və bu bizim həm də irəli getməyimizə mane olur. Əgər sizdə də belə düşüncələr varsa da və bunlar sizi yorursa da, bilin ki, əslində bu çox insanlarda baş verən bir şeydir, amma bunun qarşısını almaq da öz əlimizdədir. İnsan baş verən mənfi durumları beynində fırladır və öz səhvlərini, alınmayan işlərini beynində daim düşünüb təkrarlamağa çalışır. Əslində bu bizim ağlımızın təhlükəsizlik axtarışıdır. Biz düşünürük ki, bunu necə etsəydik təhlükəsiz olardı və ağlımız düşünür ki, sanki bunu həll etsək, biz rahat olacağıq. Ona görə də bu düşüncələr bizim beynimizdə təkrar fırlanır. Amma biz bunu çox düşündükcə daha çox narahatlıq keçiririk və beynimiz daha çox yorulur. Bunun üçün sizə bir həll texnikası deyəcəm. Nə etmək olar? Stop və sual. Həmin düşüncələr ağlımıza gələn zaman əvvəlcə dayanırıq. Özümüzə deyirik ki, bir dayan. Düşüncələr gəldi, özümüzə deyirik ki, bir dayan. Və həmin an dayanırıq. Bir dərin nəfəs ala bilərik. Sonra isə özümüzə müəyyən suallar verə bilərik. Sualımız nə ola bilər? Bu düşüncənin mənə nə xeyri var? Tamam. Yəni şuuraltı olaraq biz düşünürük ki, biz həll yolunu axtarırıq əslində. Burada nə isə düşünsək, həmin vaxt baş verən nədirsə də onu aradan qaldırmış olacaq. Amma sadəcə olaraq beynimizi yoruq axı və bu sualı özümüzə veririk. Bax, indi sənin bu düşüncələrinin
sənə bir xeyri varmı? Və baxıb görəcək ki, yox, bir xeyri yoxdur. O zaman bu düşüncəni burax. Və elə o anda o düşüncəni buraxırıq. Təbii ki, bir dəfə eləyəndə bu bizdə çətin olacaqdır həll yolunu tapmaq, buraxmaq. Amma bunu siz necə ki onu vərdiş halına gətirmisiniz, bu texnikanı da siz vərdiş halına gətirdikcə artıq zamanla o düşüncələrin də azaldığını, hətta bu vərdişin də aradan qalxdığını görə bilərsiniz. Deməli, əgər bu düşüncə bizə zərər verirsə, bunu buraxmağa elə o an qərar verə bilərik. İkinci, qərar verə bilməmək və ertələmək vərdişi. Biz bəzən olur ki, nə iləsə bağlı addım atmaq istəyirik, amma qərarsız qalırıq. Nəsə bizim qarşımızı kəsir və bu zaman biz əslində bizim üçün vacib olan bir çox şeyləri ertələyə bilirik. Və bunu vərdiş halına gətirdikcə bu bizim həyatımıza da təbii ki, mənfi təsir edir. Burada nə etmək olar? Əslində çoxlar düşünür ki, bu tənbəllikdir. Yox, bu tənbəllik deyil. Əslində bu səhv etmək qorxusudur və təbii ki, bu çox insanlarda var. Biz axı şüuraltımız bizi qorumağa proqramlanıbdır və biz istəmirik səhv etmək. Ona görə də bəzən ertələyə bilirik, bəzən qərar verməkdən qorxuruq. Axı səhv etmək istəmirik. Burada həll yolu olaraq sizə nə təklif edirəm? Kiçik qərar qaydası. Nə edə bilərsiniz? Tutalım ki, o verəcəyiniz qərar nədirsə də, o qərar üzərində düşünürsünüz və özünüzə deyirsiniz ki, burada verəcəyim qərar mənə nələr verəcəkdir, məndən nələr alacaqdır və onun cavabını özünüzə verirsiniz. Misal üçün, mən qərar verirəm ki, bu işə başlayım. Amma qorxursunuz ki, bu işə başlasam, müəyyən olmayan şeylər ağlınıza gəlir də. Bu ola bilər, bu ola bilər, bəlkə başlamayım. Amma bu işə başlasam, bu mənə nələr verəcək? Baxacaqsınız ki, bu qərarı versəz, siz çox uğur əldə edə bilərsiniz. O zaman elə qərarı verin, bu işə başlayın. Və bu məndən nələr alacaq, real olaraq düşünürsünüz. Hə, bunu etsəm, bu problemlər yarana bilər. Əgər baxıb görsəz ki, burada sizdən alınacaq şeylər çoxdur, o zaman qərar verirsiniz ki, yox, mən bu işə başlamayım. Bu şəkildə kiçik addımlarla irəli gedə bilərsiniz və qərarınızı asanlıqla verə bilərsiniz və ertələməyi də aradan qaldıra bilərsiniz. Əslində bu bizim bəzən mükəmməl olmaq istəyimizdir. Bəzən dediyim kimi özümüzü qorumaqla bağlıdır ki, bu da bizə əngəllər yarada bilir. Yəni, cavabı tapırsınız və hərəkətə keçirsiniz. Üçüncü, hamını razı salmağa çalışmaq vərdişi. Bu vərdişdə bizə çox böyük ziyan verir. Bu nədən qaynaqlanır? Misal üçün, nümunə deyim sizə. Bəzən kimlərsə bizdən nəsə istəyir, biz ona yox deyə bilmirik. Amma əslində bunu etmək istəmirik. Bu, hamını razı salmaq vərdişidir. Və bu, bəzən düşünürük ki, sevgidir, amma bu sevgi deyil ki, yəni biz onlara sevgi verdik, biz onları razı saldıq, biz onlar üçün nələrsə etdik. Əslində bu nədir? Bu əslində qəbul olunmaq istəyidir. Bunun fərqində olun. Bir insan hamını razı sala bilməz və biz hamını razı salmağa çalışanda özümüz narazı ola bilirik. Axı biz bunu istəmirik bəzən. Dediyim kimi biz bunu istəmədən edirik. Sadəcə qarşımızdakılar razı qalsın. Bu qəbul olunmaq istəyidir. Qəbul olunmaq ehtiyacıdır. Amma insan hər kəs tərəfindən qəbul olunmağa da məcbur deyil. Bunun fərqində olmaq lazımdır və buradan hər yolu nə ola bilər? Sərhəd cümləsini düzgün şəkildə deməyi bacarmaq. Misal üçün, kimsə sizdən nəsə istəyirsə və siz bunu etmək istəmirsinizsə və yaxud da edə bilmirsinizsə, məcburiyyətdən bunu etmək üçün hə deyirsinizsə də, sadəcə olaraq həmin dövrdə o nədirsə də deyin ki, mən bunu edə bilmərəm, mən bunu edə bilməyəcəm. Özünüzü günahkar hiss etmədən bu sərhəd cümləsini deyə bilərsiniz və o an siz daha rahat olacaqsınız. Onun yerinə siz istəmədən hə deyib edə bilməyəcəyiniz bir şeyi məcburən edirsinizsə, bu daha pis olacaqdır.
sərhəd cümləsini qoymağı bacarın və bilin ki, siz hamını razı sala bilməzsiniz. Amma nə isə etmək içinizdən gəlirsə, nə isə doğrudan da etmək istəyirsinizsə də, bu zaman təbii ki, edə bilərsiniz. Özünüzü narazı salıb başqalarını razı salmaq doğru deyil. Bunu etməyin, bu vərdişi də çalışın, aradan qaldırın. Dördüncü, lazımsız mübahisələr. Lazımsız mübahisələr bir çoxumuzda baş verir. Bu bizim enerjimizi çox alır. Bu bizi çox yoran bir şeydir. Bu vərdişi tərk etsəz çox gözəl olar. Bu nədən qaynaqlanır? Çox vaxt insan sanki nəyisə sübut eləmək istəyir, sanki özünü haqlı çıxartmaq istəyir. Həqiqətən də bizim haqlı olduğumuz durumlar olur və qarşı tərəf bunu anlamaya bilir. Belə olanda biz çox çalışırıq ki, sübut eləyək və qarşıdakı bəzən bizi anlamaya bilir. Bu da yenə də bizim lazımsız mübahisələr etməyimizə gətirib çıxardır. Amma burada həll yol olaraq sizə nə deyirəm? Düşünün, siz burada təsdiq tapmaqmı istəyirsiniz? Özünüzü sübutmu etmək istəyirsiniz o mübahisələri etməklə, daha çox mübahisə edib enerjinizi itirmək istəyirsiniz, yoxsa huzurmu istəyirsiniz? Əgər istədiyiniz huzurdursa da, o zaman lazımsız mübahisələri buraxın, nəyisə sübut etməyə çalışmayın. Bəzən o bir cümlə var, deyir, danışdığın qarşındakının anladığı qədərdir. Yəni ona çatan onun anladığı qədərdir. Sən nə qədər danışsan da, mübahisə etsən də, o nəyi qəbul etmək istəyəcəksə, onu qəbul edəcəkdir. Və sənin o mübahisələrin özünə qalacaqdır. Anlamayana siz nə isə çatdıra bilməyəcəksiniz, nə qədər mübahisə etsəz də. Amma bəzi məqamlarda düzgün formada, sakit şəkildə fikrinizi çatdıra bilərsiniz. Yəni, mübahisəni buraxın, lazım olanda dayanmağı da bacarın. Növbəti 5-ci, mənfi xəbərlərə çox baxmaq, mənfi xəbərlərə boğulmaq vərdişi. Bu nədir? Bəzən insanlar açırlar interneti, xəbərləri, televizoru və orada gedən mənfi xəbərləri çox izləyirlər. Xəbərlərdə də ki, filan yerdə filan kəs öldü, filan yerdə filan müharibə baş verdi, filan yerdə nə bilim qəza baş verdi. Xəbərlərdə bununla bağlı çox, yəni bu mövzular daha çox verilir və biz davamlı belə xəbərlərə baxanda o bizim şuur altımızda çox mənfi təsir edir və bizim şuur altımızda qorxular formalaşdırır. Hətta bu frekansda olanda o qorxularla orada baş verən xəbərlərdə olan nələr varsa da, hətta onları öz yaşantımıza da gətirə bilirik. Ona görə də çox mənfi xəbərlər izləməyi buraxın. İndi bəzən insan istəyir ki, dünyadan xəbərdar olsun. Müəyyən qədər bir 10 dəqiqə, 5 dəqiqə özünüzə limit qoyun ki, nələrsə baxım, izləyim ümumi olaraq. Amma davamlı gün ərzində o mənfi xəbərlərdən uzaq qaçmağa çalışın. O mənfi xəbərləri çox izləyib beyninizi bununla gərginləşdirməyin. Əslində bu nədir? Ağıl istəyir ki, təhlükəni tanısın və sanki biz bu təhlükələri izləməklə düşünürük ki, hər şeydən xəbərimiz varsa da özümüzü artıq qorumuşuq. Amma onları sadəcə bilmək bizim qorunmağımız demək deyil. Ona görə də hər şeyi bilmək, hər yerdə nəyin baş verdiyindən xəbərdar olmağa məcbur deyilsiniz. Bu vərdişi də buraxsaz daha rahat olarsınız. Negativlərdən daha çox uzaq olmuş olarsınız. Dediyim kimi, həll yolu nədir? Özünüzə limit qoyun. Gün ərzində 5 dəqiqə, 10 dəqiqə xəbərləri izləyin. Amma gün ərzində davamlı bu xəbərlərlə öz beyninizi yormayın. Uzaq durun bu xəbərlərdən. 6-cısı, yuxusuz qalmaq vərdişi. Çox insanlar gün ərzində normal yuxu rejimini yaşamırlar. Məsəl üçün, normal yuxu rejimi 7-8 saat biz əslində yatmalıyıq. Amma insanlar bəzən yuxusunu nə eləsə əvəz edirlər. İnternetlə, oyunlarla, hansısa seriallara baxmaqla, nəsə haqqında düşünüb beynimizi yormaqla. Bu da çox pis vərdişdir. Çünki yuxu əslində insanın
bir ehtiyacıdır. İnsanın bərpa olunmasıdır. Və biz bu ehtiyacımızı düzgün şəkildə qarşılanmayanda özümüzü tükəndirmiş olarıq. Ona görə də siz əgər öz yuxunuzu düzgün şəkildə təmin etmirsinizsə də, bu vərdiş bilin ki, gələcəkdə sizin sağlamlığınızın pozulmasına gətirib çıxaracaqdır. Bunu özünüzə etməyin. Çalışın yuxunuz balanslı olsun. Ən azı 6 saat, yəni mən 7-8 saat deyirəm. Yəni elə insanlar var ki, 6 saatla da normal yuxu yataraq gününü idarə edə bilər. Yuxusuz qalmayın və ən çox bizim yuxumuza mane olan nədir? Telefondur. Misal üçün sizin yuxu yatmağınız üçün vaxt neçədir? Saat 11-dir deyək, 10-dur deyək, 12-dir deyək. Bilirsiniz ki, normalda siz saat 11-də yatmalısınız. Tam saat səhər saat 6-da 7-də durmalısınız ki, işə gedəsiniz və yaxud da məktəbə gedəsiniz, nə bilim, harasa da nəsə işlərinizi idarə edəsiniz. Bunun üçün siz tutalım ki, saat 11-də yatmalısınız ki, 7 saat yatasınız və yaxud da 10-da yatasınız ki, daha tez duracaqsınız. Həmin o yatmaq vaxtınızdan 1 saat qabaq telefonunuzu özünüzdən uzaqlaşdırın və bu sizin zehninizi daha sakit edəcəkdir və 1 saat sonra siz daha rahat yuxuya getmiş olacaqsınız. Amma biz elə yatmağa da telefonla gedəndə öz yatmaq vaxtımızı qaçıra bilərik. Telefona başımız qarışa bilər, beynimiz daha çox gərginləşə bilər, yuxumuz da qaça bilər və s. Bu vərdiş də bizim fiziki sağlamlığımızın pozulmağına səbəb ola bilər ki, bunu da nizamlamaq lazımdır. Yuxusuz qalmaq yerinə rahat olacağımız bir şəraiti özümüzə yaratmağımız çox gözəl olar. Bilin ki, istirahətdir, yatmaqdır, dincəlməkdir bizim fiziki ehtiyacımızdır və bunu mütləq özümüz üçün təmin etməliyik. 7-incisi, həddindən artıq ekran. Dediyim kimi, elə bu ekran bizim yuxumuza da mane olur və bəzən bizim bir çox işlərimizdən bizi geri salır. Həddindən artıq ekran deyərkən, tutalım, normalda 1 saat, 2 saat hər kəs internetlə məşğul olur, böyüklərdən söhbət gedir. Amma bəzən olur ki, biz boşluqdanmı deyim, emosional ehtiyacdanmı deyim, onları doldurmaq üçün biz daha çox ekranla məşğul ola bilirik, daha çox internetlə məşğul ola bilirik, daha çox sosial şəbəkələrdə gəzişə bilirik, daha çox oyunlar oynaya bilirik, daha çox seriallara baxa bilirik. Sanki bununla özümüzü nədənsə ovuda bilirik, sanki bununla bütün dərdləri unutduğumuzu düşünürük, dopamin ehtiyacımızı tamamlayırıq sanki bununla. Bu isə bizim həyatla əlaqəmizi kəsə bilər, bizi daha çox beynimizi yora bilər, asılılıqlar yaradır. Ona görə də ekranımızı, yəni internet mi deyim, televizor mu deyim, ekran zamanımızı nə qədər azalda bilsək, bu bizim üçün daha yaxşı ola bilər. Yəni telefon, bu ekran əslində bizim emosional qaçış yolumuzdur. Bəzən boşluq hissindən qaynaqlanaraq bu olur. Ona görə də yaxşı olar ki, öz məşğuliyyətlərimizi bilək, gün ərzində nələri etməyimiz lazımsa da onun planını quraq. İlk növbəyə onları salaq ki, lazım olan işlərimizi görək ki, internetə başımız qarışıb onları sonradan ertələmiş olmayaq. Və bu interneti müəyyən şeylərlə də əvəz etmək. Telefon yerinə, misal üçün, telefona ehtiyacı gələndə nəfəs hərəkətləri etmək olar. Etməyimiz gərəkən nələr varsa da onları, plan qururuqsa da onları önümüzdə qoyub o işlərə yönəlmək olar. Və telefonu özümüzdən uzaq da saxlamaq olar. Misal üçün, telefon əlimizin altında olanda məcbur qalırıq ki, biz telefona baxırıq və bir şeyə baxmaq yerinə bir çox şeylərə vaxtımız gedə bilir. Əgər vacib işlərimiz varsa da, nə isə doğrudan da etməyimiz lazımdırsa da, telefonu əlimiz çatmayan bir yerə qoyun. Aparın şkafa qoyun, aparın, yəni görmədiyiniz bir yerə qoyun ki, ərinəsiz gedib o telefonu oradan götürməyə, lazım olan işlərinizi görəsiniz. Belə olanda siz zamanla bu vərdişinizdə azaldacaqsınız. Telefondan nə qədər uzaq olsaz, o qədər də ekran zamanı sizin üçün azalacaqdır. İndiki devirdə telefonsuz, ekransız qalmaq qeyri-mümkündür. Amma bu müəyyən vərdişləri yerinə qoymaqla biz telefondan heç olmasa müəyyən qədər uzaq dura bilərik, telefon, ekran vaxtımızı da azalda bilərik. 8-ci, özünə istirahət, fasilə verməmək. Bu da bir vərdişdir əslində. Bu nə deməkdir? Bəzi insanlar
həddindən artıq özünü yorur, həddindən artıq işlə məşğul olur, həddindən artıq özünü məşğul edir. Dincəlməyə özünə vaxt ayırmır. Belə olanda bəzən olur ki, insan hətta xəstələnir, insan yorulur, fiziki olaraq nəyisə çatdıra bilməyəndə özünü gərginləşdirir. Özünə icazə vermirsən ki, dincələsən, istirahət edəsən. Yəni hər bir insan özünə buna icazə verməlidir. Nədən irəli gəlir bu? İnsanlar öz dəyərini sadəcə işlə ölçür. Düşünürsən ki, hə, mən işlə məşğul oluramsa, uğur əldə edirəmsə, deməli mən onda dəyərli olacağam. Ona görə də özünə icazə vermir istirahət etməyə. Daim məşğul olur, daim nədəsə uğur qazanmaq istəyir, daim iş görmək istəyir, daim irəli getmək istəyir və çox çalışır və dincəlmir. Bu da yaxşı bir şey deyil. Bir tərəfdən fikirləşir ki, hə də mən yaxşıdır da, mən işlə məşğul oluram. Amma bir tərəfdən də axı biz insanlıq, robot deyilik. Bizim də istirahətə ehtiyacımız var, dincəlməyə ehtiyacımız var. Ona görə də gün ərzində işlərimizi də görmək lazımdır və özümüzə dincəlməyə də zaman ayırmağımız, hobbilərimizə də zaman ayırmağımız önəmlidir. Həmçinin sevdiklərimizə zaman ayırmağımız, özümüzlə bir tək qalacağımız bir zaman yaratmağımız önəmlidir. İş və istirahət balansını qorumaq bizim həyatımızın səviyyəsini də yüksəldəcəkdir. Amma həyatı yalnız işdən ibarət olan insanlar bir müddətdən sonra artıq iş görmə qabiliyyətini də itirə bilərlər. Bunun da fərqində olun ki, vaxtında sonradan sizin üçün gec olmasın. Yəni bilin ki, sizin dəyəriniz yalnız işdən ibarət deyil. 9-cu, səhvləri böyütmək. Bu nədir? Bu, özümüzü həddindən artıq tənqid etməkdir. Bir uğursuzluğa düçar olanda özümüzlə həddindən artıq sərt danışmaqdır və özümüzü incitməkdir. Və bu zaman biz düşünürük ki, artıq biz daha heç nə edə bilməyəcəyik, daha bizdə heç nə alınmayacaqdır. Kiçik bir səhvlərimizə görə özümüzü daha çox tənqid edirik. Bu isə yaxşı bir şey deyil təbii ki. Bu vərdişinizi də aradan qaldırsanız yaxşı olar. Özünüzlə necə danışa bilərsiniz həll yolu olaraq? Düşünün ki, sanki o səhvi edən sizin əzizinizdir, çox sevdiyiniz bir insandır. O insan o səhvləri etsə, siz onunla necə danışardınız, necə davranardınız? Bax, özünüzlə də elə davranın, özünüzə təskinlik verin, çıxış yolu üçün özünüzə yol göstərin və uğurlu olmaq üçün, irəli getmək üçün nə edə bilərəm? Bu sualları özünüzə verin. Yəni, sanki bir dostunuza, bir əzizinizə bunu deyirsiniz və çıxış yollarını tapın. Həll yollarını icra etmək üçün özünüzə şans verin və bu zaman sizin üçün hər şey daha yaxşı ola bilər. Daxili diyaloqunuzu düzgün qurun. Beləliklə də səhvlərinizi böyütmək yerinə özünüzə daha şəfqətli olaraq irəli gedə bilərsiniz. 10-cu, uğursuzluq qorxusundan hərəkətə keçə bilməmək. Elə bu da əslində bundan qaynaqlanır. Bilin ki, hərəkətsizliyin özü də bir seçimdir və bu seçimində nəticəsi sizin üçün daha pis ola bilər. Uğursuzluq qorxusundan özünüzü geri salmayın. Bunun yerinə özünüzə reallıq sualı verin. Misal üçün, qorxursunuz ki, tutalım ki, mən bunu etsəm, birdən burada nəsə alınmaz. Bunun yerinə reallıq sualı verin özünüzə. Misal üçün, mən bunu etsəm, real olaraq nə yaxşı şeylər ola bilər və ən pis nə ola bilər? Və ən pis nəsə olsa, o zaman mən necə olaram? Real olaraq cavablarınızı tapın və addımınızı atın. Uğursuzluq olsa da, mən bundan necə çıxa bilərəm? Bunu da düşünün və irəli gedin. Bəs mən burada bunu etməsəm nə olar? Etməsəz, heç bir şey olmayacaq. Amma etsəz, burada irəli getmək şansınız var, uğurlu olmaq şansınız var, istədiyiniz məqsədinizi reallaşdırmaq şansınız var. Ona görə də uğursuzluq qorxusunu bir kənara buraxıb, hərəkətə keçin və nəticənin necə olacağını o zaman görmüş olacaqsınız. 11-ci, daim şikayət etmək. Bu təəssüflər olsun ki, bir çoxumuzun etdiyi bir şeydir. İnsanlar
çox vaxt hər şeydən şikayət edirlər. Heç özünə aidiyyatı olmayan şeylərdən belə şikayət edirlər. Bu da ki, bizim enerjimizi aşağı salır. Daim şikayət enerjisində olmaq insana çox mənfi təsir edir, insanı geriyə salır. Bunun yerinə, hər şeydən şikayət etmək yerinə reallığı görün və özünüzə belə bir suallar verə bilərsiniz. Burada həll yolu nədir? Misal üçün, bu şikayət etdiyim şey nədir? Bu mənim məsuliyyətimə aiddirmi? Bu mənə aid bir şey deyilsə də, mən niyə bununla şikayət edirəm? Və yaxud da bu şikayət etdiyim şey nədirsə də, bunun həll yolu üçün mən hər hansı bir addım ata bilərəmmi? Addım ata bilərəmsə, həll yolunu üçün addımı atın. Bunu aradan qaldırın ki, şikayətə səbəb qalmasın. Və yaxud da bunun həlli üçün mən hansısa bir dəstək ala bilərəmmi? Kimdən dəstək ala bilərəm? Gedin o dəstəyi alın, o problemi aradan qaldırın. Şikayət etdiyiniz hər hansı bir insandırsa da, o bunu necə aradan qaldıra bilər? Ona müraciət edin ki, o bunu aradan qaldırsın. Və yaxud da siz bunu dəyişə bilərsinizsə özünüz, dəyişin. Yox, siz bunu dəyişə bilməzsinizsə də, o zaman bu şikayəti buraxın. Bu şikayət etdiyiniz nədirsə də, bu sizə aid deyilsə də, bunun şikayətini etməyin sizə bir faydası yoxdursa da, siz niyə bununla davamlı danışıb özünüzü yorursunuz, beyninizi yorursunuz, ətrafı da yorursunuz? Bu şikayət etdiyiniz şeyi siz öz-özünüzə etmirsiniz də, çox vaxt ətrafınızdakı insanlara da bununla bağlı şikayət cümlələri qurursunuz. Ona görə də bu şikayəti buraxın və yolunuza davam edin. Hər yolu varsa da bunun üçün çalışın. Kimlərsə bunu həll edə bilərsə, həll etməsi üçün onlardan kömək istəyin, dəstək istəyin. Yox, bunlar da olmayacaqsa da artıq bu şikayəti buraxın, bu vərdişi də buraxın. Təəssüflər olsun ki, ətrafda o qədər çoxdur şikayət edən insanlar, hər şeydən şikayət edən insanlar, sadəcə danışmaq xətrinə danışırlar da, yəni ki, əgər siz də beləsinizsə də bunu buraxın, öz enerjinizi aşağı salmayın, əksinə şükür enerjisində olun, əlinizdə olan gözəllikləri görün, həyatınızda olan gözəllikləri görün və şükür edin. Bu zaman enerjiniz daha gözəl olacaqdır. 12-ci, sonuncu, olmayan senarilər. Yəni, əslində olmayan bir şeyləri beynimizdə olmuş kimi canlandırmaq və burada obsesiyalar daha çox olur insanlarda. Bu da çox pisdir. Bununla bağlı da daha çox danışmaq olar əslində. Yəni, bu senarilər bizi daha çox enerjimizi aşağı salır. Əslində bu dediyim ağla zərər verən vərdişlərdir də hər biri. Bunların hər biri bizim enerjimizi əslində aşağı salır. Bu da sonuncu 12-ci bir vərdişdir ki, bu olmayan senariləri qurmaq bizə çox mənfi təsir edir. Bu nədir? Bu narahat gələcək xəyallarıdır. Bunların heç biri reallıq deyil əslində. Bunun fərqində olun birinci. Hər yolu nədir? İndi və burada olmaq və özümüzə sual vermək. Hazırda real olaraq nə baş verir? Nə baş verirsə bunu görmək. Yoxsa birdən getdiyim yerdə yıxılaram. Birdən başıma bu iş gələr. Birdən övladımın başına bu iş gələr. Birdən filan şeyi itirərəm. Birdən, misal üçün insanlar var, çıxış qorxusu var. Birdən danışaram, insanlar mənə gülər. Birdən imtahanda gedib aşağı nəticə göstərərəm. Birdən filan kəs mənə pis söz deyər. Əslində hamısı çoxsu obsesiyalardır bunların. Yəni bunlar dediyim kimi əslində reallıq deyil. Gələcək, narahat gələcək xəyallardır. Bu xəyalları qoyun bir kənara, onun yerinə müsbət xəyallar qurun. Və bilin ki, dəyişiklik özünü anlamaqla başlayır. Və bu dediyim 12 vərdişlər ki var, bunları mən sizə anlamağınız üçün hər birini sizin nəzərinizə çatdırdım. Bunları birinci anlayın, nədən qaynaqlandığını görün. Düşünürəm ki, bugün mən bunları sizlə bölüşdüm, artıq siz fərqində oldunuz. Hər yolu olaraq nələr edə bilərsiniz, bunları da mən sizə kiçik, az da olsa müəyyən düşüncələrlə, suallarla nəzərinizə çatdırdım. Elə bunları da özünüz üçün edin. Və beləliklə də bu vərdişləri yavaş-yavaş özünüzdən uzaqlaşdırın ki, ağlınız, şuurunuz, enerjiniz zərər görməsin. Bu vərdişlər sizi geri salır, bu vərdişlər sizi incidir, bu vərdişlər sizə narahatlıq yaradır, bu vərdişlər sizin həyatınızı hətta deyərdim məhv edir. Ona görə çalışın ki, bunları özünüzə etməyin.
Bunlardan uzaq olun. Obsessiya ilə bağlı ola bilər ki, bir çoxunuzun bundan xəbəriniz yoxdur. Mənə daha çox suallar gəldiyi üçün mən bunun üzərində biraz çox durmaq istəyirəm. Obsessiya nədir? Obsessiya insanın istəmədən, nəzarətsiz şəkildə eyni fikirləri, qorxuları və ya təsəvvürləri canlandırmasıdır. Bunlarda ilişib qalmasıdır. Və bu fikirlər insanın ağlına təkrar-təkrar gəlir və insanın rahatlığını əlindən alır. Bunları özünüzdən uzaqlaşdırmağınız üçün siz bunların fərqində olmalısınız ki, mən nələrin obsessiyasını yaşayıram. Misal üçün, burada nə ola bilər? Mən birdən pis insan olaram, birdən nəsə baş verər, gələcəklə bağlı bitməyən mənfi ssenarilər beyində qurmaq. Burada nə baş verir? Ağıl əslində burada təhlükəni idarə etmək istəyir. Bu əslində ağlın bizi qoruma cəhdidir. Və bu fikirlər əslində real təhlükələri göstərmir. Sadəcə beyində olan təhlükənin düşüncələridir. Və biz bilməliyik ki, əslində bu real təhlükə deyil, sadəcə olaraq beynimizdə bizi qorxudan düşüncələrdir. Və birinci bunun fərqində olun. Və buna səbəb nədir əslində? Buna səbəb çoxdur. Səbəblər çoxdur. Bir neçə səbəblər var. İstəsəz bunları da nəzərinizə çatdırım. Kontrol, sanki biz düşünürük ki, bunları kontrol edə bilərik və bu bizə rahatlıq verəcəkdir. Və düşünürük ki, biz bunların hamısı haqqında düşünsək, bunlar bizim başımıza gəlməyəcəkdir. Şuuraltı olaraq bu var. Qorxulardır da, amma və bunları sanki biz beynimizdə canlandırsaq pis heç nə olmayacaqdır. Amma əslində daha çox beynimizi yoruruq bunlarla. Bunlar nədən qaynaqlana bilər? Misal üçün, uşaqlıqda və yaxud da sonradan yaşanılan emosional tərk etmələr, gözlənilməz hadisələr, güvən sarsıdan durumlar. Bunlar hamısı bizim başımıza gələndə bu bizdə obsessiv düşüncələrə gətirib çıxardır və bu zaman bizim ağlımız bizə bu mesajı verir ki, dünya təhlükəli bir yerdir və ona görə də biz o təhlükəni yaradan düşüncələri beynimizdə başlayırıq qurmağa. Və yaxud da nə səbəblər ola bilər? Bastırılmış duyğularımız, qorxularımız, kədərimiz, qəzəbimiz, bunları bastırmaqla bunlar düşüncə formasında geri qayıda bilir. Və yaxud da yaşanmayan duyğular, yəni bunlar da hamısı fikrə çevrilir. Həmçinin mükəmməl olma tələbi, bizdən bu tələb olursa da, bununla bağlı bizim nəyisə birdən düz etmərəm, obsessiyalarımız yarana bilir. Birdən nədəsə səhv edərəm, nəyisə etsəm alınmaz, istədiyim kimi etmərəm. Bunlar da bir obsessiyalardır əslində. Düz edə bilməmə inancı, səhv etmə inancı daha çox olur bizdə. Beləliklə, bu səbəbləri görmək və bunların əslində sadəcə bir düşüncə şəkli kimi, obsessiv düşüncələr kimi bizi qorxutduğunun fərqində olmaq və aradan qaldırmaq üçün də bununla bağlı həll yolları tapmaq vacibdir. Başqa nə ola bilər? Keçmiş təcrübələr ola bilər. Doğrudan da yaşadığımız hansısa mənfi durumlar ola bilər ki, mənfi təcrübələr ola bilər ki, bu da gələcəkdə bir də onların təkrarlanması düşüncəsini gətirər bizdə. Bu obsessiyalar bizdə yarana bilər. Birdən bu bir də ola bilər. Birdən yenə bu mənfi hallarla qarşılaşa bilərəm. Və bu da bizim ağlımıza mənfi siqnallar verir və biz də bununla bağlı daha çox düşünə bilirik. Bunların hər birinin fərqində olaq. Ağlımıza zərər verən vərdişlərin hər birinin fərqində olaq və bunları özümüzdən uzaqlaşdıraq. Bugün mən sizinlə bu 12 vərdişi müzakirə etdim, sizə bunları çatdırdım. Bunları bilin, bunlardan çalışın, xilas olun. Yerinə pozitiv düşüncələrə, pozitiv durumlara özünüzü fokuslayın. Yerinə pozitiv vərdişlər qoyun, sizin ağlınıza müsbət təsir edən vərdişlər qoyun. O zaman həyatınız daha gözəl olacaq. Dəyişim əslində düşüncələrdən başlayır. O dəyişimi elə indi başladın. Bugündən düşüncələrinizi dəyişin, həyata olan baxışınızı dəyişin. Beləliklə də bu vərdişləri də zamanla dəyişə bilərsiniz.
Əgər bu alınmasa, psixoloq seansları ala bilərsiniz, coach seansları ala bilərsiniz. Həmçinin mənim bu mövzuda gözəl marafonlarım var. Marafonlarıma qoşula bilərsiniz. Tezliklə də dəyişim marafonunu başladacağam. Bu marafona qoşula bilərsiniz. Dəyişim marafonu da sizin bu vərdişlərinizdən azad olması üçün, sizin üçün kiçik bir addım ola bilər. Bu marafonu özünüzə hədiyyə edə bilərsiniz. Orada olan çalışmalar, texnikalar, meditasiyalar, olumlamalar sizin düşüncələrinizi, şuuraltı inanclarınızı müsbətə doğru dəyişmək üçün çox faydalı ola bilər. Əgər qoşulmaq istəsəz, mənə yaza bilərsiniz. Zamanını tezliklə səhifədə elan edəcəm. Bu marafona qoşulmaqla da gözəl vərdişlər özünüzdə formalaşdıra bilərsiniz və bu sizin mənfi düşüncələrdən azad olmağınıza çox faydalı olacaqdır. Bugün məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sizə gözəl dəyişim yolu arzulayıram. Hər birinizə uğurlar diləyirəm. Müsbət vərdişlər yaradın, mənfi vərdişləri isə yavaş-yavaş həyatınızdan çıxardın. Bugün burada olduğunuz için teşekkür ederim. Sağ olun, sevgiyle kalın. Uğurlar.